Bəli, Rusiya mətbuatında yazılanlar arasında diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan dövlət başçısının səsləndirdiyi mesajlar təkcə xəbər kimi təqdim edilməyib. Məhz aparıcı nəşrlər tərəfindən regiondakı siyasi proseslər baxımından geniş təhlil olunubdur və Rusiyanın aparıcı xəbər agentlikləri və nəşrlərində, o cümlədən TASS informasiya agentliyində, İzvestiya, Kommersant, Российская газета, Ведомости, Argumenты Fakты, Moskovski Komsomolets və digər qəzetlərdə Prezident İlham Əliyevin çıxışı günün əsas beynəlxalq mövzularından birinə çevrilibdir. Və Rusiyanın aparıcı xəbər agentlikləri və qəzetləri Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı fikirlərini ön plana çıxarıblar. Xüsusilə də Bakı-Moskva arasında münasibətlərin normallaşdığı, dialoqun müxtəlif institutlar və dövlət strukturları səviyyəsində davam etdiyi barədə səsləndirilən fikirlər nəşrlərin əsas başlıqlarından birinə çevrilibdir. Rusiya mediasında geniş işıqlandırılan digər mövzu isə Prezident İlham Əliyevin 3+3 regional əməkdaşlıq platforması ilə bağlı mövqeyi olubdur. Bununla yanaşı Rusiya mətbuatı dövlət başçısının Avropa Şurası ilə münasibətlərə dair açıqlamalarına da xüsusi yer ayırıbdır. Yazılarda Azərbaycan milli maraqlarına zidd yanaşmaların və ultimatum xarakterli tələblərin qəbul edilməz olduğu, belə bir siyasətin davam edəcəyi təqdirdə ölkənin təşkilatdan çıxmasının mümkünlüyü barədə səsləndirilən fikirlər diqqət mərkəzində saxlanılıbdır. Nəşrlər Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik dövründə əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, ölkənin orta güc statusu qazanması, eləcə də milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu barədə bəyanatlarını da geniş şəkildə oxuculara çatdırıblar.